2004-cü ilin iyun ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən uzun müddət ərzində fəaliyyət göstərən cinayətkar dəstə ifşa olunur və onun əksər üzvləri həbs edilir. Təxminən yarım il aparılmış istintaq nəticəsində məlum olur ki, sözü gedən banda ümumilikdə Bakı, Gəncə, Moskva və Samara şəhərlərində 11 nəfəri qəsdən öldürməklə yanaşı silahlı basqın, zorlama və oğurluq kimi cinayətləri həyata keçiriblər. İyunun 24-də Pərviz Məmmədov, Anar Kərimov, Avtandil Şükürov, Elnur Quliyev, ayın 25-də Müşfiq Cənnətov, 26-sında Anar Həsənov və Zamiq İbrahimov, 30-da Zöhrab Şükürov, iyulun 7-sində Eşqin Quliyev həbs olunublar. İyunun 29-da İmran Cənnətov barəsində Gəncə şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilməklə axtarış elan edilib. Keçirilmiş əməliyyat nəticəsində sonuncu sentyabrın 18-də yaxalanıb. Axtarışlar zamanı həbs olunan şəxslərin evlərindən müxtəlif qızıl zinniyyət əşyaları aşkar edilib. Pərviz Məmmədovun Bakının Nərimanov rayonunda kirayə yaşadığı evdə əməliyyatçılar su kəninin altında 1 ədəd Makarov tipli tapanca və 5 ədəd patron, Ramana qəsəbəsində isə Rövşən Qafarov soyadlı şəxsə məxsus evin zirzəməsində 1 ədəd Baykal modelli tapanca aşkar edilib. Dindirmə zamanı Qafarov həmin silahın qohumu İlqar Bağırova məxsus olduğunu deyib. Saxlanılan Bağırov isə öz növbəsində bildirib ki, tapancanı ona müvəqqəti saxlamaq üçün Pərviz Məmmədov verib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq aparılarkən cinayətkar bandanın 2001-ci ildən fəaliyyət göstərməsi məlum olub. Həmin il martın 20-sindən 21-nə keçən gecə Pərviz Məmmədov, İmran Cənnətov, Rauf Qasımov və Anar Məmmədov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti Xankişi Ələskərovu və onun ruhi xəstə olan oğlu Yaşarı qətlə yetiriblər. Qurduqları plana əsasən Novruz bayramı axşamı onlar Ələskərovun yaşadığı evin yanına gəliblər. Yaşarı su içmək adı ilə aldadaraq evə daxil olublar. Onun əllərini məftillə bağlayıb, bədəninə xəsarətlər yetirməklə pul və qiymətli əşyaların yerini deməsini tələb ediblər. Sonuncu, evdə pul olmadığını söylədikdə özləri evi axtarmağa başlayıblar, lakin heç nə tapmayıblar. Burada tonqal idi. Bizdə 3 nəfər oradan gəlirdi. Kim? Rauf'la bir də İbiş. Gəldik bura, tonqalın qırağını. Rauf getdi o qapının öydü. Bir neçə dəfə döyəndən sonra bu Yaşar çıxdı qapıya. Çıxdı qapıya, biz də burada oturmuşduq. Bu ondan su istədi, dedi ki, ona biraz su gətirdi. Onların axşamımız xeyr belə elə. Yəni, bu da qatil dedi ki, yaxşı gətirərəm. Bəlkə sigaretiniz olar. Bunun üstündə sigaret olmadığından gəldim işin yanına. Giymişdən sigaret olar. O Yaşar da gəldi bura. Yaşar bura gələndə elə bir tonqalın qırağında sigaret çəkirdi, üçü də. Mən də oturmuşdum, bu İbiş də oturmuşdu. Qatil dedi ki, bu Yaşar qatil, bu Rauf'u qatil dedi ki, sənin adın Rauf deyilmi? Bu da qatil dedi ki, nə idi ki? Dedi ki, sənlə mən bir məktəbdə oxumuşam. Sənin adın Rauf'dur, sən məni tanımadın. Mənim də adım dedi Yaşardır da, belə. Biraz tanışlıq verdilər bir-birlərinə. Sonra bu Rauf qatil dedi ki, ay yox, sən məni səhv salırsan, mənim adım Rauf'dur. Bu da qatil dedi, mən səni Rauf kimi tanıyıram. Bir dedi ki, yaxşı tanıysan tanı, get su gətir. Bir su gətirəndə bu qatiliymiş, qatil buna dedi ki, bu bizi tanıdığını, bunun bəyəminə girsək sonra nə olacaq? Qatil dedi ki, nə bilim, bu xəstədir, belədir, elədir, elə bir qorxusu, küsüz adı yox, gəlin girəyim. Səhv eləməyəmsə, o bura gətirmiş, dəqiq. Göstərdim. O bura gətirdi, elə buradan da bıraxdı. Ər sözüm dedi ki, papam hanı, qatil evdə yoxdur. Dedik ki, gələcəkmi, dedi, hə. Bu məsləhət oldu ki, oranışmı, elə məsləhət oldu ki, bunu qaldırar ikinci var. Dedi, sənin nə var ki, pulunu denən götürək, çıxaq gedək. Sonra qatil dedi ki, bu mənlik deyil, valla, mən heç nəyin yerini bilmirəm, bizdə də mənim atam bilir. Sonra buradan dedi, qonşudat belə eşidə, keçdik bu bir otağa. Biraz vurdu qıçasından, başını şilli əzaz belə, gəlib düzün denən, buna burada sənlik nə var ki, belə elə. Qatil dedi ki, dedim, Allah mənlik deyil, məndən əl çəkin. Atamlıqdan, atamın pulu da varsa atamın da dedi ki, mən cibindən əlim astıra sigaret çıxartdı. Dedi ki, cibimdən sigaretim var, çıxart söz dedim.
Dedi ki, heç mənim dədəm mənə baxmır. İstəmiş, bayram günü görmüsən, evimizdə işin yox. Mənə heç baxmır bu. Mən heç onun pulunu yerini bilsəydim, özümə siqaret alardım. Mənim heç nə yoxdur. Xankişi Ələsgərov onların tələblərini rədd etdikdə Pərviz, İmran və Rauf onu otaqlardan birinə gətiriblər. Baş və döş qəfəsi nahiyələrindən təxminən 10 bıçaq zərbələri endirməklə sonuncunu qətlə yetiriblər. İmran mərhumun cibindən $120 götürüb və qolundan saatı açıb. Sonra evin ikinci mərtəbəsinə qalxaraq əl-ayağı bağlı olan Yaşar Ələsgərova ürəyi və ağciyəri zədələyən 3 bıçaq zərbəsi vurublar. Evi tərk edərkən Rauf Qasımov Panasonic markalı video kameranı götürüb. Gəldim onu tutduq əlinə, ayağını tutduq elədik. Tutduq elə Çin formu ağüstü çöndərdik yerə. Maşında burada dayanmışdı. İşin ağüstü çöndərdik yerə, gədə orada tək qalmışdı. Çöndərdik gədə kişinin əlini də bağladıq, ağzını bağlamamışdıq. Kişini belə götürdük, 3 nəfər, apardıq ora. Başladıq ilk belə sürüyə apardıq ora. Rahatla bu imiş, bunu möhkəm vururdular. Yəni təpkinədə belə əzab verirlər. Mən də axtarırdım. Axtarırdım, bu imiş bunun qollarından belə kəsmişdi, yəni ki, denənlər pulunu yerin. Ölümün sağ pullarını əldir. O deyir, öldürürsüz, öldürün. Mən deyir, pulum yoxdur, belə elə. Mən də gəldim. Adam öldürməyi öyrəndə. Hələ bu formda. Kim dedi onu sənə? Elə ikisi də söhbət əsnasında, yəni ki, İmran da hələ qorxma, belə elə, bu işlər ola bilər ki, daşıda olsun, nə bilim ya, belə elə. Mən də gəldim, Xankişinin. Onların əlində bir dənə şey var, farsunka. Farsunka kimi şey var. Spartivni böyle. Limon tapancası. Limon tapancası. Farsunka. Farsunkanın üstüne Melkaşka patronları koymuştu. Melkaşka patronları böyle sıktı başına inmiş. Atan hani hiç attı atmayı bilmemiş. Böyle. Sonra ben bıçakla kişinin genel sinəsindən vurdum. Çıxdım sonra da gələn vurdum. Madəllər ki, malades qorxma elə belə. Biz çıxış edəcək Rusiya, səni qoymalaraq burada qalasan. Pis oldu. Həyəcanlı zat olma, bilir ki, birinci səfərdir, amma həyəcanlı olma. Buradan da çıxdıq, getdik, mənim əlimizdəki papaq, bıçaq. Onu da Quran haqqı hesab göstərdim, həmin kanalizasiyaları. Yəni, Allah haqqı həmin kanalizasiyaların hansıdır? Dəqiq yadımdadır. Xankişi burada yerə yıxdınız, Xankişini. Əl-qolun bağlayandan sonra gətirdiniz burada. Sonra Xankişini sən çöldə gözlədin. Xankişinin yanında kim var idi yerə yıxılanda burada? Pərviz mənlərdə geçmək üçün. Kim qətlə yetirdi Xankişini? Pərviz. Nə ilə? Çağırır. Rauf Qasımov kameranı $250 satdıqdan sonra martın 23-də Pərviz, İmran və Rauf Gəncədən Bakıya gəliblər. Gecə İmran Cənnətovun qardaşı Müşfiqin yaşadığı Buzovna qəsəbəsindəki evində qalıblar. Səhərsi gün dəmir yol vağzalından Rauf Qasımovu Moskvaya yola salıblar. Razılaşmaya görə Rauf Rusiyadan pul göndərməli idi ki, onlar da Azərbaycanı tərk etsinlər. Bundan sonra Pərviz geri Gəncəyə qayıdıb, İmran isə Bakıda qalıb. Yəni, mal vaxtı ki, belə bir dənə iş var orada. Qonşuluqda da belə bir iş. Görmüşəm, imkanı var, villası var, evi eşiyi. İşdən də, evdə olandan da yəni kim yaşayır, kim girir, kim çıxır, xəbərimiz də var bu barədə. Gəlib o işi görmək lazımdır. O iş bu işin tayı deyil, o işdən pul çıxacaq. Söhbət elə belə də olundu, yəni hava getmək dəqiq olmadı. Üstündən bir nə qədər keçəndən sonra mən getmişdim Bakıya yarışa, gəlmişdim Bakıya yarışa görə gəlmişdim. Amma yarışmamış. Bununla görüşdüm, Buzovnada çaysıda oturduq, söhbət elədik. Mən, Müşfiq, bir də bu imiş, söhbət elədik ki, işdən gücdən. Doğrusu dedilər ki, kamera var evdə böyük itlər var belə. Dedim, ona aslında kamerada olan yerə girmək çətindir. Girmək olmadı. Bütün günü gəldi, dedi ki, Fəriz bəs, sən narahat olma, mən o işin girilməsinə bir şey fikirləşmişəm ki, girərik, alınırıq, belədir, elədir. Gedək ancaq o işə bir nəfər də lazım.
Azərbaycan Respublikası Dövlət Neft şirkətində məsul vəzifədə işləyən Vaqif Qədimovun evi Müşfiq Cənnətovun evi ilə qonşuluqda yerləşdiyi üçün onu izləməyə asan olub. Müşahidələr göstərib ki, Qədimov evə axşam saat 21-24 arası bir qadınla gəlir. Evə daxil olma planını müzakirə edərkən qərara gəliblər ki, 3 nəfər az olacaq. Bu səbəbdən işə Gəncə sakini Ceyhun Qurbanovu və Biləsuvarlı Anar kimi tanıdıqları Anar Cəfərlini cəlb ediblər. Razılaşmaya görə Müşfiq Cənnətov Buzovna qəsəbəsinin girəcəyində dayanmalı və ev yiyəsi gəldikdə onlara xəbər verməli idi. Plana uyğun da hərəkət ediblər. 2002-ci il noyabrın 13-də Müşfiq telefonla Pərvizə zəng edərək Vaqif Qədimovun qırmızı rəngli Volkswagen markalı avtomaşınla gəldiyini xəbər verib. Süpürəşə gəldik, çıxın, burası xalqdəşdir. Anar da bunu daldan tutmuşdur. Şimdi 2 dənə bıçaq verir. Gələndə üstünüzdə hansı silahlar var idi? Silah olmuyor üstümüzdə, eləcə kramat var. F1 hər birinizdə var idi. Əlimizdə bir dənə olmuyor. Neçə bıçaq var idi? Bilməm, dəqiq adını deyim, 3 dənə olmalı, 2 dənə olmalı, o belə. Davam edin. Gəldik. Burada kişinin 2 dənə bıçaq vurdum mən. Ceyhun qapıları örtdü, kişini baxdıq, bir oldu. Maşın burada qalmış, bu quralı qalmış. Baxdıq bura. Gəldiniz bura. Kim Pərvizlə gəldin? Qadın adı nə idi? İstamam. Tamam, burada. Keç göstər. Yolunu nə ilə bağladınız? Kəndir idi, biraz qoş. Bağladınız. Deməli, Qartal rəqəbdə Ceyhun qaldı, İstaman Məmmədov ilə. Siz sənə keçdiniz, Vaqif Qədimovu gətirdiniz bura. Başı bu tərəfdən ayaqları buyur. Uzaqdıq bura belə. Yenə də belə möhkəm ayrılıq qonuzlarını bağladıq elədik. Bağlayandan sonra yemiş qalıb bir yanında mən Ceyhunu apardım, qızın yanına qoydum. Qızın yenə qolunu bağladıq, Ceyhunu tapşırdım ki, Ceyhun otururlar, tərpənmə qızın yanına. Gəldim kişinin yanına, gəldik ki, belə yemiş kişinin dururdu, təpişinə uzatmam, bıçağın dalıyla uzatmam, başını qoluna uzat edeyim. Pulun yerində bizim Ömran Cənnət. Hələ vaxtımızı aparma da, pulun yerində çıxaq gedək. O da bizə söyüşlə qatmam, belə təhqimlə qatmam. Çox pis rəftar davrandı bizə. O vaxt cinayət hadisəsi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində göstərilib ki, Vaqif Qədimovda 24, qız Tamam Qurbanovada isə 10 ədəd deşilmiş, kəsilmiş yaralar aşkar edilib. Onların hər ikisi kəskin qan itirmədən dünyasını dəyişib. İstintaq araşdırması zamanı müəyyən edilib ki, qadını öldürməkdən əvvəl Ceyhun Qurbanov və Pərviz Məmmədov onu zorlayıblar. Qeyd edək ki, Dövlət Neft şirkətində şöbə müdiri vəzifəsində işləyən Vaqif Qədimovun oğlu İlham Qədimov elə 1996-cı il avqustun 5-də onun dostu olmuş Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən oğurlanıb. Vaqif Qədimov tələb olunan məbləği ödəmək istəməyəndə oğlunun qulağını kəsib zərfə qoymaqla Ramstor mağazasının yaxınlığındakı işıq dirəyinin altına atıblar. Qədimova bu barədə telefonla məlumat verəndən sonra o həmin zərfi götürüb və İlhamın azadlığa buraxılması müqabilində cinayətkarlara $180.000 ödəyib. Və hələ bu qızıllar, pullar aşkar olunana kimi Vaqif Qədimov İstaman Məmmədova dəfə yetirilməmişdir. Vaqif Qədimovu şeyin sazdan yasına bitirmişdir, bıçaq dəymişdir. Bıçaq dəymişdi, qan itirmişdi, amma ölməmişdi. Seyf asılana kimi yox. Ölməmişdi. Şimdi Vaqif Qədimovun harada qətlə yetirilməsi, kim tərəfindən, Pərviz tərəfindən də ifadədən göründüyü kimi Pərvizlə Qartal tərəfindən, bilmirəm, kisi bax girib otağa kimiz də çöldə durmuşuq. Hansı vurub bilmirəm, mən onun toşunu bilmirəm. Kisi girib otağa. Həmin otağa kisi giribdi. Amma bu otağa tək giribdi. Axırıncı dəqiqasını bu otağa tək giribdi. qızı orada vurdu. Vaqif Qədimovu burada. Qalmışdı, kişinin iki yanından vurdum. Boğazını görmək. Hansı nahiyələrlə Burasından müsaade imkan bir ürəyindən. Sonra çıxdınız burada. İfadədən göründüyü kimi qız Tamam Məmmədova ilk dəfə Ceyhun tərəfindən zorlanır. Zorlanıbdır. Yəni ki, Ceyhun onun başının üstündə 5 dəqiqədən, 3 dəqiqədən artıq duran Ceyhun olubdur. Yəni ki, Ceyhun 20 dəqiqə ilə, yarım saatla Ceyhun. Ceyhundan da sonra
Rüstəman Məmmədov hansı otağa gətirildi? Hansı divanda uzadıldı, ondan sonra Pərviz... Rüstəmanın mən axırıncı dəfə orada görmüşəm. Seyfin açılmağını mən burada görmüşəm. Mən nətər deyə bilərəm ki, kim tərəfindən durur? Qadının başının üstündə durub saatlarla Ceyhun. İntihası içəri girib buradan pulu götürülən Pərviz olubdur. İlkin Ceyhun vurdu. Ceyhun vuranda ölməmişdi. Yaralı idi. Yox, belə səsi çıxırdı, xırmısı yarı. Sonra eyni bıçaqla vurdu. Ya sen özündeki Yox, eyni bıçaqla. Eyni bıçaqla. $42.500 nəqd pul və $50.000 dəyərində qızıl zinniyyət əşyaları götürərək evi tərk ediblər. Gedərkən Pərviz Məmmədov mərhumlara məxsus telefonları götürüb. Hadisədə istifadə etdikləri rezin əlcəkləri, maskaları, 2 ədəd bıçağı və F1 tipli əl qumbarasını mərhumun evindən 500 metr aralıda yerləşən orta məktəbin həyətindəki quyuya atıblar. Maskaları, rezin əlcəkləri. Göstər günə. Maskadır, montadır. Hansı buraxdılar? Buzovna qəsəbəsindən taksi ilə Əzizbəyov metro stansiyasının yanına gəliblər. Daha sonra 2 qrupa bölünüb, digər taksi avtomaşınları ilə Anar Cəfərlinin Gənclik metro stansiyasının yanında yaşadığı mənzilə çatıblar. Pulu 5 yerə bölüblər. Hər birinin payına $8.000 düşüb. Yerdə qalan $1.500 həmin evdə kiraya qalan Elnur adlı oğlan Xəqani və Ruslan Muradovlar arasında bölüşdürüblər. Qızıl əşyaları Rusiyada satacaqlarını qərarlaşdırıblar. Həmin gecə Pərviz, İmran, Ceyhun və Anar Gəncəyə yola düşüblər. Pərviz bir müddət qızılları özündə saxlayıb, sonra isə Ceyhun Qurbanova verib. Xeyli vaxtdan sonra Pərvizə xəbər çatıb ki, Qurbanov əksər vaxtlarını saunada və qumar oynamaqla keçirir. Hətta şəhər sakini Anar Kərimovdan $500 tapanca alıb. Günlərin birində görüşərkən Ceyhun payına düşən məbləğin qurtardığını və qarət etdikləri qiymətli əşyalarla bağlı anası İltimat Məmmədovanın Pərvizlə söhbət etmək istədiyini bildirib. Qadınla görüşərkən Pərviz bilib ki, Buzovnadakı işdən artıq İltimat Məmmədovanın da xəbəri var. Birlikdə qızıl zinniyyət əşyalarına nəzər keçirib siyahısını tutublar. Gəncə Univermağında İlqar adlı şəxsə 2 ədəd qızıl zənciri, 1 ədəd bilərziyi və bir neçə üzüyü satıblar. Əldə olunan pulların yarısını Pərviz Ceyhuna verib. Bir neçə həftədən sonra İmran Pərvizə zəng edərək qızılları İltimat Məmmədovadan götürüb Bakıya gətirməsini xahiş edib. Pərviz Məmmədov qadından qızılları alıb baxanda müəyyən edib ki, əşyaların sayı və əlamətləri düz gəlmir. Şübhələndiyi əşyalardan biri boyunbağını zərgərə göstərəndə sonuncu təxminən $10.000 dəyərində brilyant qaşlarının dəyişdirildiyini deyib. Buna baxmayaraq, Məmmədov qızılları götürüb Bakıya gətirib və baş verənləri İmran Cənnətova danışıb. Gəncəyə qayıdandan 3-4 gün sonra Pərviz, Ceyhun Qurbanova və bir tanışını Gəncə hava limanından Moskvaya yola salıb. Sən özün buna dedin ki, burada hamısı eminli bu əşya brilyantdır da, bunun söz yoxdur. Nəsər oldu ki, brilyant çıxdı? Tutdu getdilər var. Həmin o sinəliyi apardım, İlqara göstərdim, dedim İlqar buna bax gör, bunun qiyməti nədir, nə deyil. İlqar buna baxdı, dedi ki 118 şirvan pul verərəm. 118 şirvan dedi pul verərəm, elə 118 şirvan oradan zəng elədim Bakıya ki, bəsmiş filan şeylərə bu deyirlər. Dedi ki, niyə axı, dedim, belə bir dəyişiklik olubdur, yəni ki, arvuddan şübhələnmişəm ki, bu şeylər dəyişibdir. Dedim, bunlar dəyişikdir, bunu oraya gətsəm də o qiyməti satayıq, gətirməsən. Dedi, Pərviz yaxşı sat, gəl Bakıya. Bunları mən burada satdım, yerdə qalan qızıl, üzük, bəzi şeyləri də götürdüm, apardım bunları Bakıya. Apardım, verdim, Ceyhun uzat biraz, imiş. Kimə verdim? Bakıya apardım. İmişə verdim. Çatdım bunu verdim İmişə, sonra qayıtdım Gəncəyə. Qayıtdım Gəncəyə ki, Ceyhun hazırlaşır getməyə, Moskvaya getməyə. Dedim, Ceyhun, bəs niyə belirlədik? Mən niyə bu vəziyyətə qoydum? Bu şeylər anam dəyişdədir. Mənə qodardı ki, belə də ölümün gəlir və sən o şübhəm ki, olmur da, deyil.
Dedim onu oldu. Bu arabada da böyle dedim keşke problemimiz olmalıydı. Dedi yok, inansan döyəcək, şimdi mən dedi göstərmişim. Gəncə şəhər prokurorluğunda istintaqı aparılmış 64-602 nömrəli cinayət işi Baş Prokurorluq tərəfindən araşdırılan 52-504 nömrəli cinayət işinə birləşdirilir. Məlum olur ki, Pərviz Məmmədov, Elnur Quliyev və Anar Kərimov 2003-cü il iyunun 17-dən 18-nə keçən gecə Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 10 mənzil 25-də yaşayan Sevinç Məmmədovanı, onun yetkinlik yaşına çatmayan övladları Aysel və Urfan Sarıyevları odlu silahdan qətlə yetiriblər. Anar şu oğlanın üstünə getdi, Pərviz və qızın üstünə getdi. Bir anar uşağının süpürləşdi, səli düşür yerə, mən onu görməmişdim də, onu çıxanda elə, sonra danışdı. Səli düşür yerə, götürür, dağılın uşağın başından elə bir vuranda atılıb əyğına giribdi. Əyğına girib, sonra səs düşdü, Pərviz dedi. Pərviz düşdü, uşaqların anası qalxdı. Yox, qışqırtı düşdü, həm də güllərin səsi möhkəm çıxdı. Pərvizə oradan baxdı ki, Pərviz vurur, Pərviz dedi, vur. Bir uşağı vurdu, təkdən ana. Uşağı kim vurdu? Ana, oğlanı. Uşağını vurdu, sonra qız Pərviz tutur, başını əydi, Pərviz qızı vurdu ana sonra gəldi. Ana, birinci uşağı tək. Ana vurdu. Bəli, birinci başından vurubdu, yəni əyrini atılıb dəyək. Sonra da təkdənə vurdu uşağı. Sonra da gəldi, qızı Pərviz başını əydi, qızı vurdu. Tapancanı ana vurdu, Pərviz. Yox, ana vurdu orada da. Ana vurdu. Qızı da ana vurdu. Bəli, Pərviz başını əydi, ana vurdu. Ondan sonra gəldi, ana məni çəkdi, Pərviz ananın əlindən tapancanı aldı. Pərviz də tramol döşəyi qoydu, arvadı vurdu. Bunların ikisi məndən qabaq gedib içəri. İçəri gəlində sağda oğlan yatır, solda qadın yatır. Anar gələni orada tutdu, Saşa da qadını yataqda tutdu. İkisini də kravatda tutdu. Bu ortadan, buradan kimsə yürək gəldi ki, işığı yandıra. O adamla da mən rastlaşdım. İşığı yandıranda mən də bunu tutdum. Mən tutduğum qız idi. Belə ayağımın altında ağzını tutdum, dedim, ay sakit ol, sakit ol, sakit ol. Heç cəmi hadisə çəkməyə heç 5 dəqiqə çəkməyik. 5 dəqiqə bax belə. Arabas qışqırdı ki, nə istəyirsiniz verirəm, nə bilim, nə, heç eləməyin. Gələ də Anarın belə maskasını çəkdi, çıxartdı, bu Anarı tanıdı. Anarı tanıyanda, Urfan Anarı tanıdı, Anarı tanıyanda bu Anar bir də bunu yıxdı kravatın üstünə. Uşaq bunun adını çəkə-çəkə nəsə demək istəyirdi. Heç imkan vermədi. Mən də elə gördüm də, hamı çığırırdı, qız da çığırır, gələ də çığırır, arvad da çığırır. Elə mən başımdan bellədim ki, mən də o belə çömətmə vəziyyətdə oturmuşdum. Baxmamış. O belə çömətmə vəziyyətdə qapının ağzındaydım, qızı tutmuşdum. Qapıya belə çömət baxırdım, görüm, gələn yoxdur ki, belə. Buradan mən də belə başımdan bellədim ki, getdikdən çıxdıq. Həmin moment silah açıldı. Silah kimdeydi? Silah anardaydı. Güllü açıldı. Güllü açılanda bir də mən belə qızı buraxdım. Gördüm, gələ hələ sağdı, ölməyibdi. Akasiyyə güllə gəlib böyrümə düşmüşdü, ya harası dəymişdi bilmirəm. Boş atılmışdı. Gələnin başına tapanca ilə döyürdü Anar. Neyse, sonra da Anar gələnin başından atdı, sonra gəldi eşik. Gələn kimi o belə qıza qaçdı, da demirəm, sakitdir. Bir dənə ona güllə vurdu, ona qaçdı, ki, Pərviz. Tanıdılar, Karaca alıb bunu da sən atdana, bunları mən öldürdüm. Bir ailənin 3 üzvünü qətlə yetirən şəxslər müəyyən miqdarda qiymətli əşya və pul tapandan sonra hadisə yerini tələsi tərk ediblər. Polis tərəfindən tutulmasından ehtiyat edən Pərviz Məmmədov və Anar Kərimov iyul ayında Gəncədən Moskvaya gəliblər. İyulun 21-də Moskva vilayətində Kamenskaya və Niskaya kəndləri arasındakı meşə masivində onlar Ceyhun Qurbanovu qətlə yetiriblər. Buna qarət etdikləri qızıl əşyalarla əlaqədar anasının Pərviz Məmmədovu və İmran Cənnətovu aldatmaq istəməsi, həmçinin Qurbanov barəsində axtarış elan edilməsi səbəb olub.
Deyilən yerə gələndən sonra onlar Ceyhun Qurbanovu ağaca bağlayıblar. Bıçaq zərbələri endirdikdən sonra onun üzərinə yanacaq tökərək yandırıblar.